Bakıda Qarabağın keçmiş hərbi siyasi rəhbərliyinin və bir sıra əsirlərin növbəti məhkəmə prosesi keçirilib. Onlar yenidən işgəncə və qida rəftara məruz qaldıqlarını bildirərək ilkin istintaq mərhələsində ifadələrini təzyiq altında verdiklərini vurğulayıblar. Yadınızdadırsa, ötən həftə Qarabağın keçmiş dövlət naziri Ruben Vartanyan vəkili Abram Bermandan imtina etmişdi. Ona yeni vəkil Emil Babayev təyin edilib. Bu vəkilin ermənilərə qarşı nifrətini görmək üçün onun Instagram səhifəsini açmaq kifayətdir. Onun güya Xocalı 31 Mart soykırımı adlanılan hadisələr haqqında paylaşımları var. Bundan əlavə, onun Şuşidən nə oldu Paşinyan dedikləri istehzalı videoları var. Bu, müharibədən sonra yayılan bir istehza idi. Vartanyan bu farzda iştirak etməməklə düzgün edir. Onların güya müdafiəsi üçün təyin edilmiş vəkillər belə ermənilərə nifrət dolu baxışları ilə seçilirlər.